Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açıq mikrofon layihəsi çərçivəsində tələbələrlə görüşüb. Açıq mikrofon zamanı Elbrus İsayev tələbələrlə birbaşa ünsiyyətin universitet idarəçiliyində mühüm rol oynadığını bildirib, bu cür görüşlərin problemlərin vaxtında müəyyənləşdirilməsi və operativ həlli baxımından əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, universitetdə həyata keçirilən layihələrin mərkəzində məhz tələbələrin maraqları dayanır. Elbrus İsayev onların elmi və tədris prosesinin inkişafında aktiv tərəfdaş olduğunu qeyd edərək, açıq ünsiyyət mühitinin davamlı şəkildə qorunacağını diqqətə çatdırıb. Görüşdə bildirilib ki, tələbələrlə ünsiyyət təkcə bu formatla məhdudlaşmır. Auditoriyalarda keçirilən görüşlər, müxtəlif tədbirlər və universitetin rəsmi internet səhifəsində fəaliyyət göstərən rektora müraciət bölməsi vasitəsilə tələbələrin təklif və müraciətləri mütəmadi olaraq qəbul edilir. Müzakirə zamanı Elbrus İsayev tələbələrin kampus, təhsil, tədris, elm, mobillik, beynəlxalq əlaqələr və digər məsələlərlə bağlı suallarını cavablandırıb. Fəxriyə Səyyadova, Təxminə Babayeva, Akşin Məhərrəmov, NTV Xəbər.